Daşa həkk olunan hər obraz bir insanın siması ilə yanaşı bütöv bir dövrün ruhunu da yaşadır. Yarım əsrdən artıq yaradıcılıq yolu keçən xalq rəssamı Xanlar Əhmədov da əsərlərində xalqın tarixini, yaddaşını, milli kimliyini və mənəvi dəyərlərini sənətin dili ilə ifadə edib. Onun yaratdığı heykəllər həm estetik bir nümunə, həm də keçmişlə bugün arasında körpü rolunu oynayan sənət salnaməsidir. Xalq rəssamı Xanlar Əhmədov həyatını daş, tunc və insan obrazlarının yaradılmasına həsr edib. Onun Azərbaycan heykəltaraşlıq sənətində silinməz iz qoyan yaradıcılığı həm monumental, həm də portret janrında mühüm bir mərhələdir. Xanlar Əhmədovun xalqın yaddaşını, ağrısını və tarixi həqiqətləri yaşadan əsərləri mədəniyyət xəzinəmizin dəyərli incisidir. Onun ən yadda qalan işləri sırasında Hacı Zeynalabdin Tağıyev, Mirzə Ələkbər Sabir, Məmməd Əmin Rəsulzadənin heykəlləri xüsusi seçilir. Heykəltaraşın adı həmçinin Şuşanın işğalı dövründə vandalizmə məruz qalmış Üzeyir Hacıbəyli və Bülbülün büstləri ilə də bağlıdır. Bülbül və Üzeyir bəyin heykəllərini deməli mərhum mənim dostum, heykəltaraş, əməkdar rəssam Namiq Dadaşovla bir yerdə işləyirdik. Emalatxanamız biri idi. Bir yerdə çalışırdıq, səhərdən axşamacan bir yerdə olur. Fikirlərimiz də çox vaxt 90% düz gəlirdi. Ona görə biz elə əvvəldən qərara gəldik ki, nə qədər bunun oxşamağına biz fikir verməyək, daxili aləmlərinə. Qoy Üzeyir bəyin başı dolu olsun, gözləri biraz, nə bilim, həyacanlı olsun, o nəsə beynində fikirləşirdi. Bu adi adam deyirdi. Bülbül də həmçini. Əsrlər boyu yaradıcı insanların ilham mənbəyi olan qadın obrazı Xanlar Əhmədovun əsərlərində də əksini tapıb. Heykəltaraşın yaradıcılığında qadın obrazı fərqli formalarda təkrarlanır. Bəzən ana, bəzən ümid, bəzən də güc simvolu kimi formalaşan bu fiqurlar təsirli bir ifadə yaradır. Aspiranturada oxuyan vaxt işlədiyim işlənkaran qadınları bu gün də, məsəl üçün, mən onu qoz ağacından yolmuşdum. 3 fiqurlu kompozisiyadır. Onlar Şərq Xalqları Muzeyinin daimi ekspozisiyasına Moskvada daxil oldu. Aspirant işim isə ana körpəsi ilə idi. Yəni, bu hər iki, həm o prosesdə, oxu prosesində olan işim, həm sonradan deməli, qəbul olunmuş aspirant işim qadınlarla, ana ilə bağlı idi. Bu günə qədər də o tema ilə davam edir məndə. Ömrünü yaradıcılığa həsr edən insanlar üçün illər təcrübə, axtarışlar və mənəvi zənginliyin göstəricisidir. 80 illiyini qeyd edən xalq rəssamı Xanlar Əhmədov da həyata eyni enerji və yaradıcılıq həvəsi ilə baxdığını bildirir, yaşı isə ruhun ölçüsü hesab etmir. Mən həmişə deyirəm o dostlarıma da ki, darıxmayın, yer kürrəsi 2 dəfə tez fırlansa idi. Bizim hamımızın 160 yaşı olardı indi. Amma bir dəfə geç fırlansaydı, biz hələ 40 yaşında yox ki, mən 35-dən o yana keçə bilmirəm. İlişib qalmışam 35-də. Yəni, bu mənim üçün yaxşı cəhətdir. Mən universitetdə dərs deyirəm, mən tələbələrimlə, mən elə öz yaşıdlarım kimi münasibət bəsləyirəm. Sənətkar yubileyi münasibəti ilə hər biri 80 sm hündürlüyündə silsilə heykəllər hazırlayır. Bu əsərlərdə Xanlar Əhmədovun uzun illər ərzində formalaşdırdığı yaradıcılıq dünyası əks olunacaq. Heykəltaraş bu işlərin toplu halda təqdim edildiyi sərgi keçirməyi də nəzərdə tutur. Arzu Yusif, Emin Əhmədzadə, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.